Və sonra keçirik növbəti 4-cü ayəyə. Uca Allah Teala buyurur ki, Maliki yevmiddin. Və yenə də Allah Teala özünü vəsf etməkdədir. Ər-Rəhman, Ər-Rahim Allah hansıdır? Həmin o Allah ki, o həmçinin də din gününün sahibidir, qiyamət gününün sahibidir. Allah Teala Qafir surəsində 16-cı ayədə buyurur ki, Limenil mulkul yevm. Bu gün mülk kimə məxsusdur? Bu gün mülk kimə məxsusdur? Yəni Allah Teala meydan oxuyur. Allah Teala hər bir kəsin canını alacaqdır qiyamət günü. Allahdan başqa diri heç bir şey qalmayacaq. Allah Teala ölüm mələyinə əmr edəcək, bütün məxluqatın canını alsın. Hətta mələklərin canını alsın. Hətta Allah Teala ölüm mələyinə əmr edəcək ki, öz canını belə alsın. Və artıq bütün kainat söndükdən sonra Allah Teala deyəcək ki, hanı dünyada mülk iddiasında olan insanlar və həqiqi mülk mənəm və mülkün sahibi olan da mənəm. Bəli, qiyamət günü hesab var, əməl yoxdur. Bu dünyada isə əməl var, hesab yoxdur. Və belə bir misal da var ərəb dilində ki, kəmə tədinu tudən. Bugün necə borc verirsənsə, həmin borcu da alacaqsan. Və biz bu dünyada nəyi qoyuruqsa ortaya, axirət gündə qarşımıza o çıxacaqdır. Yəni, əgər biz bu dünyada gül əkiriksə, qiyamət günü gül biçəcəyik. Əgər biz bu dünyada tikan və qanqal əkiriksə, qiyamət gündə qarşımıza tikan və qanqal çıxacaqdır. Allah qorusun. Din sözü burada haqq hesab və cəza və mükafat mənasına gəlir. Yəni, din günü haqq hesab olacaq və həmçinin də din günü insanlar əməllərinə görə ya mükafatlandırılacaqlar, ya da ki, cəzalandıracaqlar.